Donuz sifət, xoruz göz. O qədər bezdirdi ki, qız dəli divanələr kimi səhraya üst tutdu. Olmaya yırtıcılar onu parçalayıblar. Bu hara getdi? Ay Allah, mən başıma haranın daşını salım. Əzra, Əzra, hardasan qızım, uğursuz bəxsizim. Ya Resulallah, ay Allah. Bunlar hansı cəhənnəm dərəsindən çıxdılar? Cinsiz yoksa insan, müsəlmansız yoksa kafir. Vurmayın, öldürməyin. Mən bir ayağı yalın əkinçiyəm, əkinçi. Var dövlətim yoxdur. Qorxma atacan, qorxma. Biz nə cinnəyik, nə də kafir. Nə oğruyuq, nə də quldur. Əmir Muxtarın məmurlarıyıq. Siz Muxtarın məmurlarısınız? Bəs döyüş geyimləriniz hanı? Dəbilqələriniz? Biz eşitmişik ki, Muxtarın məmurları Polad zireh içində olurlar. Səhv eşitməmisən. Zireh və dəbilqə cəngavər kişilərin sipəridir. Amma geyimimizi dəyişməyimizin hikməti var. Yaxşı qulaq as, atacan. Biz bütün gecəni bir neçə nəfər fərarini tapmaq üçün çapmışıq. Onların izləri bu tərəflərə gəlib çıxır. Siz oğrucasına səfər eləyən bir-iki nəfər görməmisiniz? Bizim gördüyümüz və eşitdiyimiz yalnız müsibətdir, müsəlman. Niyə narahatsan, nalə çəkirsən? Evim xaraba qaldı. Bir cəllal qızım vardı, əlimdən getdi. De görüm qızına nə olub? İtib, yoxa çıxıb. Dünən gecə evdən qaçıb. Elə bir su olub, yerə hopub. Biz sənə kömək eləyə bilərik? Yolumu açın. Sorğu sual eləməyin məni. Qoyun dərdimə bir çarə tapım. Buyurun. Sizin yolunuz açıqdır. Şeyh. Ayıl, evimiz yıkıldı, şeyh. Bizim xamatı ram eləyə bildin? Ayıl, Muxtarın məmurları gəliblər. Oyan, səhv eləmirəmsə Muxtarın məmurları sənin dalınca gəliblər, şeyh. Muxtar? Düz eşitdim. Bəli, şeyh. Oyan, huşa gəl. Bir çare olduq, şeyh. Ey dili qafil. Əlimə təyinə qohum. Nə olar məni kətdən çıxart. Necə, şeyh, necə? Bütün kəndə hat eləyiblər. Qoyun quzunu otlağa bıraq. Mən də sürüyə qoşulub. Sürü hardandı, evi yıxılmış. Var yoxum 10 keçi və 2 qoyundu. Yalnız bir yolu var. Nə yolu qohum? Gərək öləsən. Ölməliyəm? Əzra, hardasan Əzra? Gəl qucağıma Əzra. Namuradım Əzra, ciğerimin parçası Əzra. Hardasan Əzra? Əzra, gəl yanıma Əzra. Ciğerimin parçası Əzra. Əzra, hardasan ay Əzra? Yox, müsəlman. Sən eləmə, buyur.
Qızım vəsiyyət eləyib. Mən anası ilə onu torpağa tapşırıb. Tək ikimiz. Buyurun. Buyurun. Sağ olun, zəhmət çəkdiniz. Qədəmlərinizi zəhmətə saldınız. Allah hamınızın əvvazına rəhmət eləsin. Ölünün vəsiyyətinə əməl eləmək lazımdır. İcazə verin mən və anası canımızın parçasını torpağa tapşıraq. İxtiyar sahibisən atacan. Allah sizə səbir versin. Qardaşlar, biz ehtimal veririk ki, Peyğəmbər övladının qatillərindən bir-ikisi sizin kənddə gizlənmiş olsunlar. Ola bilər samanlıqda, ya tövlədə. Sizin icazənizlə istəyirik ki, bütün məhəlləni təftiş eləyək. Əzra, Buyurun, sənsiz buyurun, mən buyurun. neyniyəcəm Gəl Əzra? buyurun, ya Allah, Hardasan buyurun, Əzra? Namuradım Əzra. Ciğerimin parçası Əzra, hardasan? Mən neyniyəcəm Əzra? Əzra, Əzra, mən sənin yanına gələcəm Əzra. Əzra, Əzra, namuradım Əzra. Neyid Əzra deyil ki? Deyil. Yox, Bəs, Əzra hanı? bilmirəm. Hər dəlmə deşiyə, hər yerə baş vurdum. Amma Əzradan əsər əlamət yox idi ki, yox idi. Elə bil tüstü olub göyə çəkilib. Bəs bu cənazə kimindir? Şeyx Sənandı. Muxtarın məmurları dalınca gəlmişdilər. Məcbur oldum ki, onu kəfəndə gizlədim. Çıxıb getdilər. Gedirlər. Danışma, qoy yaxşıca uzaqlaşsınlar. Özü yıxılan ağlamaz. Səbr eləməkdən başqa çarəm yoxdur. Muxtarın məmurları niyə şeyxin dalınca düşüblər? Bilmirəm bənin. Lap yaxşı bilirsən. Sən özünü şeyxin günahına şərik eləmisən. Evi yıxılmış o Zəhranın oğlunun qatilidir. Boş-boş danışma. Onun Hüseyni öldürdüyünü kim görüb? Mən bütün bunlara inanıram. Eşitdiklərimin hamısına inanıram. Bilsəydin ki, bu iç sifət dünən gecə məndən nə istirdi? Diri-diri qəbrə bastırardın. Öl qatil, öl, Neynirsən öl baba? qatil, öl, Neynirsən? Sən elə ölməlisən. Torpaq tökmə. Sən elə ölməlisən, Baxma. qatil. Dəli olmusan. Əclaf. Neynirsən? Sən elə ölüm yaraşır. Dəlisən. Öl qatil, Tökmə, öl. tökmə, neynirsən? Dayan. Əzra, Axı Əzra ölmüşdür. yoxsa qəbirdən xortduyub? Ölü dirilib, ölü dirilib. Səhv eləmirəmsə, həmin matəmli qoca kişinin gizli məqsədi var. Gəlin.
Cəlləl Xaliq. Bu cemaat it canlıdılar. Niyə onu qaçırtmaq istəyirdin? Əff eləyin sərvərim. Vallah biz günahsızıq. Günahsızsan? Bilirsən ki, bu kəfəndə gizlətdiyin məlun kimdir? Neyniyib? Bəli. Eşitmişəm Hüseynin başını kəsib. Bunu bilərək ona pənah vermisən? Qaçırtmaq istəmisən? Neyniyib Sərdar? Ağa idi. Gücü var idi. Güclə, zorla qızım almışdı. Afərin arvadının və qızının qeyrətinə. Gərək məni qızıla, gümüşə tutasız ki, mən Şahbərli Şahı öldürmüşəm. Mən elə bir şəxsi öldürmüşəm ki, ata və anası hamıdan üstündür. Xurcunumu ləl və yağutla, zümrüdlə, cəvahiratla doldurun ki, mən Hüseyni, Əsədullahın oğlunu öldürmüşəm. Kül başınıza! Əzra! 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 Bu alçaqların hər nəfəs alması müsibətdir. Aman verməyin! Əmir! Mübarək olsun! Ən rəzil düşməninin başı Salih övliyamıza peşkəş Şimr ibn Zilcövşənin başı. Allah'ın salamı olsun Kümrü öldürənə. Əllərin var olsun pəhləvan. Fəthlərin fəthinin şükür səcdəsi var. Əbu Muflis. Bəli, əmir. Hüseynin qatillərinin siyasını aç. Kümrün adının dövrəsini xət çək. Oldu, əmir. Sənam İbni Ənəsin adının da. Görünür qiyamın bütün fəthlərini öz adına yazmaq fikrindəsən. Hüseynin qatilləri üçün Keysan Əbu Ömrə, yəni Həzrəti Əzrail. Həzrət İblisdən də müğayət ol, Sərdar. Əuzu billahi minəşşeytanirrəcim. Kimsən? Hökumət məmurudur. Qapını açın. Allah lənət eləsin sizə də o əmrinizə də ki, cəmaatın asayişini vaxtlı-vaxtsız pozursuz.
Sizi pirə, peyğəmbərə, hər nəyi pərəstiş eləyirsinizsə ona and verirəm. Gorbagor Xuli bir aydır ki ev eşiği atıb düşüb çöllü biyabana. Məyər görmürsünüz? Axı biz nə günah eləmişik ki onun oduna yanaq? O qədər gəlib getdiniz ki lap cana doyduq. Mənim bu evdə axtarış eləməyə hökmüm var. Əgər qapını açmasaz, məcburam evin damından və divarlardan daxil olum. Onsuz da cəmaatın evinə divardan, bacadan girmək sizin adətinizdir. Qapıdan girmək istəməniz təəccüblüdür. Gəlin keçin. Bu ev, bu da siz. Səndən xoşluqla soruşuram qadın. Xuli hardadır? De görüm harda gizlənib? Yenə də soruşursan qol çomaq. Yəcüc məcucun dilində danışırsan. Sən ki bir dəfə bu evin hər künc bucağını axtarmısan, ayaqları şikəst qadından başqa heç kim yoxdur. Onda otur bax. Bütün dəlmədeşiyi axtarın. Sandıqların içini, iri qabları, qazanları, kiçik otaqları, quyu və ayaq yolunu da yaddan çıxarmayın. Mənə elə gəlir ki, bu xənnas ayaq yolunun quyusunda gizlənib. Siz bu evin kənizisiz? Mən bu evin xanımıyam. O isə mənim günü bacım və evin sevimlisidir. Xulinin harda olduğunu bilirsiniz? Yəqin ki sizi bura Xulinin iyi çəkib gətirib. Yaxşı-yaxşı axtarın. Onu tapın. Qulaq as bacı. Mən bu evin torpağını eşələmək, ya da Allah eləməmiş yuvanıza od vurmaq istəmirəm. Mən Xulini istəyirəm ki, cəzası müəyyən və qətidir. Görünür ki, sən günü bacından ağıllısan. Məlunun yerini göstər, şərdən qutar. Məmurların rəisi həddən artıq ayıq olmalıdır. Keçən dəfə də sən gələndə Xuli evdə idi. Neyinirsən dili yanmış? Bu nə sözdü deyirsən? Onun olub olmamağının mənim üçün fərqi yoxdur Hura. Xuli sənin ərin idi. Mənimsə əzab mələyim. Allah onu bağışlamasın. Bacadadır. Xuli, çıx bayra. Qaçmağa yolun yoxdur. Nə qədər ki sənin diri-diri yandırmamışam, çıx. Təndirə odun atın. Qoy yansın, ağlı başına gəlsin. Bəli, əmir. Söndürün, düşürəm, yandım, düşürəm, yandım, hey! Dili yanmış. Hey, ağzı cırıq. Beri gel. Zəhərini töktün. Əqrəb. Tüh lənət sənin ağ gözünə.
Evi yıkılmış Ağgöz. Öl, beni gel. Ah, lanete gelmiş. Efilan. Zehir rəqrəb. Allah öldürsün səni bu xəbis ruhunla. Heç olmasa ömrünün axırına yaxın biraz adam ol. Tövbə və istiğfar elə. Bəlkə işlərin də düzəldi. Qadınları özümüzlə aparırıq. Gərək bu kaftarın iyrənc əməllərinə şəhadət versinlər. Allaha and olsun, mən bu izqaranın harda gizləndiyini bilmirdim. Özünüz gördünüz ki, heccinin də ağlına gəlməz ki, ocağın bacasına girsin. Hər halda yalandan töhmət vurmaq və söyüşdə ittiham olunursunuz. Günahsız olsaz, azad olunacaqsınız. Gedək. Huli İbni Yezid Əfqədi ittiham olunur. O, bərabər olmayan Kərbəla döyüşündə iştirak eləyərək Cəfər İbni Əli və Osman İbni Əlini öldürmək, o cümlədən Hüseyin İbni Əlinin başını Kərbəladan Kufiyə gətirib, Küfənin keçid və meydanlarında şadlıq və məsxərə eləmək və cəmaatın qarşısında başa hörmətsizlik eləməkdə ittiham olunur. Bu məhkəmədə şahid qadınlar var ki, bir gecə Mövlamız Hüseyin İbn Əlinin kəsilmiş başını qonaq saxlayıblar. Açıqlamalarında sirlər var ki, cinayətkarın elədiyi əməlləri sübuta yetirir. Mən onlardan istəyirəm ki, Xulinin Kərbəlaya getməzdən əvvəl, eləcə də qayıtdıqdan sonra müşahidə elədiklərini bəyan eləsinlər. Siz, bacı, and için ki, gördüyünüz və eşitdiyinizdən başqa bir söz deməyəcəksiniz. Əgər yalan söz desəm, Quran belimi qırsın. Eşidirik. Xuli getməmişdən əvvəl Huraya qənimət gətirəcəyini söz verdi. Həmin qənimətlə istəyirdi Küfədə böyük bir rəqqasan açsın ki, Hura orada rəqs eləsin. Həmin gecə gizlicə onlara qulaq asırdım. Onların bütün sözlərini eşitdim. Bütün vədlərin yalan imiş. Yağlı dilinlə məni Şamdan Küfəyə çəkib gətirmisən və bu qəfəsə salmısan ki, çürüyüm ölüm. Allah eləməsin Huracan. Xuli ayağının altında ölsün. Mən gedən vaxtı nəs gətirmə mənim gözəlim. Kaş biləydin qəribliyi nə deməkdir. Özü də qolun qanadın bağlı olan bir şəhərdə. Mən oxumasam, rəqs eləməsəm ölərəm. Əzizim, oxu, mahnı oxu. O rəqsxana və Şamın meyxanası və o da cövlan elədiyim bütxana hələ də Xulinin ən şirin rüyalarındadır. Söz verirəm, tezliklə Küfədə sənin üçün onun tayını düzəldəcəm. Sən ziyafət adamsan, döyüş adamı yox. Mən də döyüşə getmək istəmirəm. Gedirəm ki, müharibə qənimətlərindən bəhrəsiz qalmayım. Əminəm ki, bu müharibədə elə bir tövhə ilə keçirəcəm ki, ondan bütün arzularımıza çatacağıq. Uzaqdır? Hara? Həmin getməyə qərar aldığın yer. Aha, Neynəva çölü. Yox, elə bu yaxınlardadır. Küfənin neçə fərsəxliyində. Nə qədər çəkəcək? Yəqin ki, 3-4 günə yaxın. Gözlərini yumub açana dək, əli dolu halda yanındayam. Qəhrəmanlıq eləyib qabaqda getmək fikrinə düşməyəsən, ha? Döyüşdə Huranın kədərli xəbər eşitməyə dözümü yoxdur. Dəli olmuşam ki ya, Huradan əl üzüb. Döyüş dəryasına baş vurum. Döyüş döyüşdür, Xuli. Döyüşdə gedib vuruşmayan,
Vuruşandan da tez torpağa yıxılır. Mənim hövsələm yoxdur saçlarımı müharibədə əlir olmuş bir kişi üçün ağardım. Eşitdin? Görünür, döyüş məsələlərində mənim sözlərimə inanmamısan Hura. Düzdür, eşi işrətdə mənə çatan olmasa da. Amma döyüşdə də sən deyən qədər əlsiz ayaq. Nədir yenə qaşqabağını sallamısan? Xuli, Allahdan qorx. Elə bir adamla döyüşmək istəyirsən ki, Peyğəmbərin bədəninin parçasıdır. Allaha and olsun. Hər kim Hüseyin İbn Əli ilə döyüşə getsə, aqibəti xeyirli olmayacaq. Kəs! Kimsə sənin fikrini soruşmadı. Sən neçə illərdir ki, öz şiyyəliyinlə yolunu məndən ayırmısan. Sənə yazığım gəldiyi üçün talağını vermirəm. Odur ki, çörəyini ye və qarnının xərci qədər nökərlik elə. Mən burada olmayanda Huranın kənizi sənsən. Əgər eşitirəm ki, ona qaşqabaq eləmisən və ya acı danışmısan, yarısı yanmış odunu... Söyüşlərini dilimə gətirməyə utanıram. Utanıram. Bir ağılsız qadını gətirmisiniz və ona boş vədlər verib aldatmısınız ki, ağzına gələni danışsın və sizin sözlərinizi burada təkrar eləsin. Budur aləmə car çəkdiyiniz Əlinin ədaləti? Ha? Öldürmək istəyirsinizsə öldürün. Niyə cəmaatın abrını aparırsınız? Niyə? Bilirəm, bu zəifə niyə yanıb tökülür. Onun şahidliyi paxıllığına görədir. İnsafına görə yox. Şamlı arvadın şəhadətinə nə bəhanə gətirəcəksən? Hura hər nə şahidlik eləsə, canla başla qəbul eləyərəm. Üzümü ağ elə Huracan. De görüm sən doğru danışacağını and içirsən? And içirəm. And içirəm şərik olmayan Allaha ki, başqa bir söz deməyəcəm. Xulinin qənimət tamahı ilə döyüşə getməyi və oradan gətirdiyi qənimətlə mənim üçün rəqqasxana açması yalan deyil. Sən? Xuli elə məni bu vədlərlə alladıb Şamdan Küfəyə gətirmişdi. Döyüşə gedəcəyi gün Xulinin ayaqlarına düşdüm ki, getməsin. Müxalifətim ona görə deyildi ki, Hüseynlə döyüşmək haramdır, yox. Mən Hüseyni tanımırdım. Mən hələ də onu sizlər kimi tanımıram. O gün ki, Xuli Hüseynin kəsilmiş başı ilə gəldi və gözlərim Hüseynin gözlərinə sataşdı. Bədənim titrədi. Sanki diri idi. Baxışlarında elə bir əzəmət var idi ki, ölümü heç saymırdı. O gün ki, Xuli döyüşdən gəldi, çiynində bir torba var idi. Məni elə çağırdı ki, güman elədim torbası qolbaq, xal-xal və bahalı boyunbağlarla doludur. Hura! Hardasan Hura? Gəldin Xuli? Hə, gəlmişəm. Özü də əli dolu. Yaqut və gecə parıldayan gövhərlə. Boyun boğazına o qədər ləl cəvahirat asım ki, qaldıra da bilməyəsən. Ah, Xulican! Xuli adı dodaqlarında necə gözəl səslənir. Ax, ax, ax. Xulidir dəli oğlum. Xulidir eşşək oğlum. Xuli, divin oğlum. Elə bir qənimət gətirmişəm ki, Şamlı sultanınız üçün bir xəzinəyə dəyər. Bitdi.
O günlər ki, sonsuz həsrətlə yanıb yaxılırdın. Ömrümüzün axırına qədər qumar oynayıb udursaq, yenə də qalib gəlmişik. Təndirdəki başın ağırlığında qızıl muştuluq alacağım. Bircə başı İbn Ziyad və Yezidə təhvil verim. Aldığım ənamla Kufədə elə böyük qumarxana açacağım ki, Şamın qumarxanası onun yanında yalan olsun. Bəli. Gəl bax, gör necə şah başıdır. Bu kimin başıdır? Bu həmin kişinin başıdır ki, neçə vaxtdır sizin Şamlı Yezid şahınızın yuxu və yeməyini haram eləyib. Sanki diridir. Gözlərində qəribə işıltı var. Onu sən öldürmüsən? Yox. Sən Xulini ağılsız adam hesab eləyirsən? Mən yalnız bu mərəkəyə tamaşaçı olmuşam. Başı kəsən şəxslər ağıl nemətindən məhrum idilər. Mən puskuda durmuşdum və fürsət düşən kimi o dəqiqə başı yoldaşlarımla oğurlayıb qaçdım. Bu başın sahibinin adı, nişanəsi yoxdur. Vay, sən ki anlamaz deyildin Hura. Baş Hüseyin İbn Ali'nindir. Hüseyin İbn Əli, Rəsullahın nəvəsi. Aha! Deyirəm yoxsa bu bədbəxt səni də yoldan çıxardı. Hüseyin İbn Ali xəlifəyə qarşı üsyan eləyib, bu az günah deyil. Müsəlmanların xəlifəsi ilə beyəti pozmaq bağışlanmaz günahdır. Beyəti pozan Allahın peyğəmbərinin nəvəsi olsa belə, Nuh nəbinin oğlu da peyğəmbər övladı idi, amma Allahın qəzəbinə gəldi. Bu nə qaşqabaqlı sifətli çıxarmısan? Bu məhkəmə deyil, ölümdür. Cəlladları da iki ağılsız qadındır. Sən hansı vədlərə aldanıb bu cür yalanlar uydurursan, rəqqas? Elə bilirsən mənim əleyhimə danışsan, səni ürəyinin muradına çatdıracaqlar? Həqiqət acıdır, Xuli. Heç kim mənə vədə verməyib. Bilmirəm danışdığım sözlər mənim xeyrimədir, yoxsa zərərimə. Yalnız bunu bilirəm ki, əsl həqiqətdir. Bugünkü etirafım həmin qəribə parıltının təsirindəndir ki, Hüseynin kəsilmiş başında görmüşdüm. Nə uydurursan arvad? Nə parıltı, nə işıltı. Bu məhfumat bir ovuc xurafatdır ki, bəzilərini harınladır, bizi də xar eləyir. Allaha and olsun ki, nə xurafatdır, nə də mövhumat. Mən öz gözlərimlə gördüm. Gördüm ki, Hüseynin qanı qaynayırdı və onun sonu yox idi. Mən Xulinin əmri ilə yeri qaşıdım, sildim ki, qanın izi təmizlənsin. Bunun üçün çox çalışdım. Mümkün olmadı. Olmadı. Ay yüzü qara Sara. Bilirsən bu gecə sənə kim qonaqdır? Ürəyi necə gəlir ki, Peyğəmbərin oğlunu təndirin külünün üstündə qonaq eləyirsən? Sara, Hüseynin başıyla
Cəddi Rəsulallahın başının nə fərqi var? Onun başına təndirin külünü tökdülər. Hüseynin başını təndirin içində külə atdılar. Bu məhkəmədir, yoxsa mərəkə? Bu nə oyundu çıxarırsınız? Bu ağılsız qadının sözlərinə əsla inanmayın, yalan deyir. Əbdülrəhman. Məhkəmənin hökmü nədir? Mənim nəzərimcə, Xulinin Hüseyn İbni Əlinin kəsilmiş başına hörmətsizlik eləməsi elə bir günahdır ki, onun üçün mən hədd tanımıram. Məsələn, namazı tərk eləmək, ya qəsdən orucu yemək kimi. Bu ilahi haqdır ki, Allah qiyamət günündə hökmünü bəyan eləyəcək. Amma Xulinin Hüseynin başının tamahına və Hüseynin əhli beytini qarət niyyətlə Kərbəlaya getməsi və Kərbəla şəhidlərindən ikisinin qatil olmasına görə məhkəmə ondan qisas alınmasının hökmünü verir. İbn Kamil, bu məlunun cinayətlərinin siyasını yazıb bütün cəmaatın qarşısında car çəkin və boynunu vurun. Oldu əmir. Bəs bu oyunbazlıqlar nəyə lazımdır? Bir haldakı hökmü özünüz çıxarırsınız. Siz özünüzü adil hakimlərə oxşatmısınız ki, avam cəmaatı aldadasınız. Bu oyunbazlıqlar nəyə lazımdır? Oxşatmısınız ki, sizin qan tökmək üçün toxuduğunuz bu şəhri papaq yalnız dədə babadan eşşək olanların başına keçər. Eşşək olanların, eşşək. Muxtar, o gündən qorx ki, bir gün cəmaat səni də bu qan tökmələrinə görə parmaqla göstərəcək. Xulinin bizə və dövlətimizə vurduğu ittihamlar ola bilər ki, bəzilərinin şək şübhəyə düşməsinə səbəb olsun. Amma Allah şahiddir ki, mən hər kəsdən çox bu işin aqibətini düşünmüşəm. Bilirəm ki, heç bir dövlət qanla davam gətirə bilməz. Qanın qisasını qanla almaq ədalət yolunda mümkündür. Amma yəqin bilin ki, rəhmətdən uzaqdır. Allah rəhm edənlərin rəhm edənidir. Xuli kimlər əgər bizi ittiham eləməsələr, gərək yolumuzun haqq olmasına şəkk eləyək. O kəs ki, Adəm övladının qanı ilə ruzi qazanc əldə eləyir, o xeyir və ziyanlarını da hesablamalıdır. Bəzən bu ticarət insanın öz canı bahasına tamamlanır. Xuli kimilər öz ziyanlarını düşünməmişdilər. Amma siz ikiniz azadsız. Həm Xulinin şərindən, həm bizim qorxumuzdan və vicdan əzabından. Xulinin arvadı olmaq rüsvayçılıq olsa da, cinayət deyil. Heç kəsin onlara hücum və etiraz eləməyə haqqı yoxdur. Xuli İbn Yazid Əsbəhi, yer üzündə fəsad törədən və Allaha qarşı çıxan, övliyaların qanının düşməni, Neynəva səhrasında
Osman ibn Əli və Cəfər ibn Əlinin qatili Rəsulullahın oğlunun və Zəhranın oğlunun başına hörmətsizlik edən, indi başı bədənindən ayrılıb, bədəni odda yandırılacaqdır. Əmr bu gün icra olunacaq, təxirə salınmadan. Aşura məcburiyyət və ixtiyarın sınaq meydanı idi. Aşurada insanın yırtıcı olması və ya mələk olması öz əlində idi. İnsan və ya heyvan olduğunu özü seçirdi. Aşura insanlığın qələbə və məğlubiyyət meydanı idi. Aşurada Hüseyin hürriyyəti fəryad elədi və onların cəhəl və nadanlıq bahanəsini aradan qaldırmaq üçün hüccəti tamamladı. Amma tamahkar dünyapərəslər qulaqlarını tutdular ki, həqiqəti eşitməsinlər. Bu cəmaət Aşura günündə insanlığı heyvanların ayaqları altında əzərək, insan sifətində leşyən olduqlarını göstərdilər. Onlar, bu insanlar tarixin elə alçaq cinayətinə bulandılar ki, Adəmin dövründən bugünədək bəşər bunun bənzərini görməyib. Onlara rəhm eləmək insanlığa zülümdür. Oxu katib, bu məlunların cinayətini oxu ki, İnsanlar bunların necə alçaqlıq, qəddarlıq və əzab eləməyə qadir olduqlarını bilsinlər. Bu adamlar Aşura günündə əvvəlcə Hüseyin İbni Əlinin libaslarını qarət eləyiblər və sonra könüllü olaraq onun yaralı bədənini atların ayağı altında əzib, Həzrətin bel və sinə sümüyünü sındırıblar. Bu adamlar Həvazil qəbiləsindən olub. Onlar ibarətdirlər. Rəca İbni Mutqəzi Əbdi. İbn Kamil, yeryüzünü bu cür yırtıcı və qulyabanilərin şərindən təmizləyin. Oldu. Tərpən yürü, yola düş, tez ol, getdi. Cəld. Nə qədər ki, hər mələ sağdır, Muxtar bir iş görməyib.
Alnınızın qırışlarını açın Sərdar. Bu əhvalı ruhiyyə ilə irəli getsək, qisas işimiz düyünə düşər. Mən Muxtarın ürəyinin qəmindən xəbərdaram. Hüseynin qatillərinin arasında heç kəsin adı hər mələ qədər Muxtarın ruhunu yaralamayıb. O hər mələdən qisas almaq üçün günləri sayır. Mən isə gərək əlim ətəyimdən uzun onun huzuruna gedib acizliyimi etiraf edeyim. Şümrün və dostlarının qaçması bir tərəfə, məmurların abır-həyası getməsindən sonra hər mələnin rahatca qaçmasıyla gözlərimiz lap aydın oldu. Muxtarın haqqı var ki, mühafizəçilər və başçılarının xamlığından şikayət eləsin. Cəsarət olmasın, bir neçə günlük Əmir Muxtarla görüşməkdən çəkinin. Mən inanıram ki, bu dəfəki yürüşdə hər mələnin nəfəsini kəsəcəyik. Yox, Əbu Səid, yox. Bizim abırımızın getməsi Muxtarın düşmənlərinin hoqqa və məharətlərindən xəbərsiz qalmasından yaxşıdır. Allah qüvvət versin. Ey min döngəli və firqəli olan şəhərin mühafizə rəhbəri. Səni baş aşağı görməyim. Xəcalətliyəm, əmir. Əli boş gəlmişəm. Hər mələ məni yaman xəcalətli eləyib. Düşmənin xəcalətli olsun, Sərdar. Başını dik tut. Bu məğlubiyyətin hikmətini dərk eləsən, görəcəksən ki, bunun acısı qələbənin şirinliyindən daha ləzzətlidir, inan. Mən ağır döyüşləri təcrübə eləmişəm, Əbu İsaq. Həm qalib olmuşam, həm məğlub. Nə qələbələrdə qürur hissi keçirmişəm, nə məğlubiyyətdə acizlik hiss eləmişəm. Hər mələ ilə döyüşmək məni çarəsiz eləyib. Bilmirəm, işin harasında səhv var. Niyyətim düz. Qılıncım iti, düşmən pis əməlli, tələ gizli, ehtiyat çox. Bilmirəm, niyə hərmələrimizdən qaçır. 13 dəfə mühasirəyə almışam, faydası olmayıb. Bəs niyə İranlı qardaşından kömək istəmirsən? Sənin kifayət qədər məşğuliyyətin var ki, bizim əziyyətimizi də sən çəkməli deyilsən ki. Mən əgər tapşırılmış işlərin öhdəsindən gələ bilmirəmsə, deməli dövlətə qulluq eləyə bilmirəm. Məsələ acizlikdə deyil, Abdullah. Hər mələni ovlamaq üçün gözə görünməz ox, onu da atmaq üçün gizli məmurlar lazımdır. Xahiş eləyirəm, sözümü yerə salma. Hər mələni ovlamağı mənə tapşır. Kiyan, hər mələnin qisası və onun ovlanması qiyamın hədəfidir. İstər onu mən şikar edeyim, istərsə sən. Fərqi yoxdur. Bu meydan, bu da şeytan. Amma müğayət ol Kiyan. Hər mələ hər yerdə olan və heç yerdə olmayan qəribə yırtıcıdır. Bəzən başının arxasındadır, bəzən qarşısında. Gah sağdadır, amma soldan ox atır. Çarəsini bilirəm. İcazə verirsiniz, əmir. İcazəni Küfənin şəhərbanısı verməlidir ki, o da verdi. Sağ olun, əmir. Sağ olun, cənab şəhərban. Mənim üçün dua eləyin. Bilirsən hər mələ niyə əlindən qaçdı?
Hərmələni ovlamaq məncə Kiyanın qisməti imiş. Sənin də qismətin ola bilərdi. Amma Əmir Muxtarın yanına əli dolu gəlmək istədiyin üçün qismət olmadı. Sübhanallah elədi. Əmir, səndən nə gizli? Mənim Kiyanla xoş bir rəqabətim var idi. İstəyirdim əcəm qardaşımdan geri qalmayım. Deməli, Hərmələ bir iblisdir ki, imanımızı nişan alıb. Allah Kiyanın dadına çatsın. Kiyan sağlam əqidəli adamdır. İnanıram ki, Hərmələnin öhdəsindən gələcək.